Hər yer bərbad gündədir. Təzə çəkən asfaltın gündən. Gəncə şəhəri Cavad Rəfibəyli küçəsində yeni salınmış asfalt çöküb. Gəncə şəhəri Cavad Rəfibəyli küçəsidir. 5-6 aydır vurulubdur bu asfalt. Bax gördünüz, yeni asfaltdır. Bu işi də görübdür Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan Qazax Yol İdarəsi. Baxın, gördüyü iş budur. Yəni gecə ilə asfalt vurulan belə də olmalı idi. Yəni tez bazar işlədilər, asfalt çəkdilər. Çökmələrə baxın, neçə yerdədir. Bir neçə ay öncə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qazax rayonu 28 nömrəli yol istismar məhdud məsuliyyətli cəmiyyəti tərəfindən görülən işlər küçədə yaşayan sakinləri çox narahat edir. Bardurlarımız yoxdur, asfalt çəkib 6 aydır ki, gəliblər, asfalt çəkiblər. Territuarda nə bardur var, nə bir şey var, heç bir şeyləri yoxdur. Asfaltda yamalar əmələ gəlir, çöküntü əmələ gəlir. Asfaltda gətirib quruşqa töküblər, asfaltın quruşqasını indi gəlib düzəltmirlər. Qazax yol idarəsi gəlib asfalt salır, yol idarəsi. Territuar da başqası gəlib düzəltməlidir. Aşağıda gəldilər yol bardur düzəltməyə, kollesin qabağından, oradan aşağıdan bəri gələndə bardurların qavanından bardur qoydular. Bardur qaldı, yolların sağ-sol hər iki tərəfini balacalandırdılar, dar elədi. Biz istəyirik yol iri, yekə olsun, maşınlar burada yaxşı geçsin, gəlsin, rahat geçsinlər. Gətirdilər, daraltdılar yolu. 25 santı buradan bəli, 25 50, yarım metra, 1 metra yolu balacalandırdılar, sağ-sol. Buna bir həndam qırmaq lazımdır, bir gəlib demək lazımdır ki, bunu niyə belə eləyirsiniz? Elə başdan sorma eləməklə deyil. Problemimiz asfalt yol kökü. Aşağıda da var. Yolun qırağın bardurları yoxdur. Tez tələsik elədilər, çıxdır. Yarısına qoymuşsan, yarısına qoymuşlar. Layihədə yoxdur. Gətir tökülər, asfalt idi ona da altı. Gətir onu da tökdülər, asfaltlamadılar. Maşın çəkir, sağa, sola. Az qalır evə kilsin. Dərinləşir, getdikcə də dərinləşir. Vətəndaşlar bildirir ki, küçənin bəzi yerlərinə bardur düzülməyib. Piyadaların hərəkət etdiyi yerlərə asfalt vurulmayıb. Ancaq asfalt qırıntısı tökülüb. Bir sözlə işlər alayarımçıqdır və yol başdan ayağa kərə-kötürdür. Vətəndaşlar onu da qeyd edirlər ki, asfaltı gecə ilə tələm-tələsik vurub gediblər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məsələ ilə bağlı açıqlama almaq istəsək də cəhdlərimiz uğursuz alındı.